Salam, hər vaxtınız xeyir olsun dəyərli Media Türk TV izləyiciləri. Gündəm Masada verilişinin bugün olan növbəti buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada İllər İsmail'dir. Hər zaman olduğu kimi regionda və dünyada baş verən ən son gərgin və vacib prosesləri masa ətrafında müzakirə etməyə çalışacağıq. İlk sanilərdən isə ən-ənəvi ricamızı bir daha təkrar etmək istəyirəm. Solda bəyənmə, sağ tərəfdə isə kanalımıza abunə ol işarəsi var. Mütləq hər ikisinin üzərinə toxunmağı unutmayın ki, danışacağımız bütün bu gərgin proseslərlə bağlı gedişatdan sizinlə birlikdə daha geniş auditoriya Media Türk TV vasitəsilə məlumatlı ola bilsin. Bu saat olan qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Studiyamızda tanınmış güneylik siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadədir. Hər vaxtınız xeyir olsun Əjdər bəy. Salamlayırıq, xoş bulduk. Dəvətimizi qəbul edib studiyamızda olduğunuz üçün təşəkkür edirik. Canlı bağlantımızda isə qardaş Türkiyədən dəyərli dostumuz, doktor və təhlükəsizlik məsələləri üzrə ekspert İlbat bəy Muğluq bizimlə birlikdədir. Hər vaxtınız xeyir olsun İlbat bəy. Hoş bulduk. Türkiye'den Can Azerbaycan'a selamlar. Çox sağ olun. Biz də salamlarımızı və sayğılarımızı çatdırırıq. Əjdər bəy və İlbat bəy, hər ikinizə təbii ki, efirimizdə baş verəcək, müzakirə edəcəyimiz mövzularla bağlı məlumat vermək istəyirəm. Tamaşaçılarımız da bilsinlər. Əsas İsrail və İran arasındakı yaşanan gərginlikləri, son prosesləri və gələcək gedişatı müzakirə etməyə çalışacağıq. Ancaq bundan əvvəl keçid etmək istədiyim daha bir diqqət çəkən nüans var. Ermənistan baş naziri Nikol Paşinyan məhz Türkiyə səfər etdi, Rəcəb Tayyip Ərdoğanla görüşdü. Orada bir çox mühüm çıxışlar elədi və o çıxışlardan biri Azərbaycan mediasında da yayımlanıb. Çox maraqlı açıqlamalarıyla Paşinyan yadda qalıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü ilə bərabər Türkiyədə yaşayan bir çox erməni icmasının nümayəndələri ilə də bir araya gəlib, kilsəni ziyarət edib. Bu əslində Türkiyənin dünyada bir mesajıdır ki, baxın, Ermənistandakı vəziyyət necədir? Azərbaycan, belə deyək ki, orada tarixi abidələri, belə deyək, milli mədəniyyət nümunələrimizə yanaşma necədir? Məscidlərimiz dağılır və s. İndiyə qədər Ermənistanın Qarabağda etdikləri vardı, amma Türkiyənin özündə bugün ermənilər çox rahat yaşaya bilirlər. Yəni onların heç bir, belə deyək ki, problemləri yoxdur və hətta dini ayinlərini də kilsələrə getməklə asanlıqla yerinə yetirə bilirlər. Amma Qarabağda bu indiyə qədər olmayıb, bütün abidələrimiz dağılırdı və s. Bu bir daha dünya həqiqətlərinin göstərilməsidir ki, əsl türk nümunəsi, əsl İslam nümunəsi necə olur? Yəni Türkiyə bunu ən yaxşı şəkildə zirvədə demək olar ki, nümayiş etdirir. Bu baxımdan yəni bu səfər çox önəmlidir və Nikol Paşinyan da oradakı erməni əsilli şəxslərlə görüşündə bir çox maraqlı dialoqlar və söhbətlər də qeydə alındı və onlar Paşinyana izah etməyə çalışırlar ki, yəni mediada bu detallar əksini tapıb. Bildirirlər ki, erməni əsilli Türkiyədə yaşayan şəxslər Paşinyana imkan verməlidir, Zəngəzur dəhlizi açılsın. Zəngəzur dəhlizi təkcə Azərbaycan, Türkiyə və Türk dünyası üçün vacib olduğu qədər Ermənistanın gələcəyi üçün də çox önəmlidir. Hətta orada ilham vurulub ki, bu Zəngəzur dəhlizi açılacaqsa, bu Türk birliyi, Turan dünyası, Türk dünyasının yaranmasına gətirib çıxaracaq. Bu da bizim ziyanımıza deyil. Yəni erməni əsilli şəxslər Paşinyanda bunu izah etməyə çalışırlar. Paşinyan da deyib ki, biz də bunu istəyirik. Əslində bizim dəstəyimiz sərhədlərimizin açılmasıdır və dolayısıyla fikrini ifadə edib ki, qoyun Türk birliyi, Turan yaradılsın. Biz buna əngəl deyilik, biz buna mane deyilik. Belə bir açıqlamayla çıxış edib. Hər ikinizdən qısa bir 5 dəqiqəlik bu məqamlarla bağlı Paşinyanın səfəri və nəticələrlə əlaqədar fikirlərinizi öyrənməyə çalışırım. Daha sonra isə maksimum bir 5 dəqiqə bu fikirləri bölüşək. Əsas mövzumuz isə İran-İsrail gərginliyi olacaq. Buyurun Əjdər bəy, ilk olaraq sizdən başlayaq. Təşəkkür edirəm. Mən də salamlayıram izləyiciləri, əziz Türk millətinin sayın İmdad bəy. Demək ki, bu 1918-dən sonra bu dəfə Qafqazlara, Azərbaycana gələn bizim generallarımız, Türkiyədən bizim generallarımız gəldi. O zaman Mehmetçilər çoxdu. Biz generallarımız gələndə mübarək gəldilər və demək olar 100 sənəyə yaxından sonra bir də Azərbaycanda Türk birliyi, Türk bütövlüyü, Türk ordusu, Türk iddiası öz o töhfəsini verdi və Azərbaycan qalib gəldi. Bu Türk millətinin qələbəsi idi. Həm Rusiyaya qarşı, həm də demək ki, erməni, burada olan erməni, indi bunun başında kim gedir, başını kim çəkir? Bu da erməni döyürdü. Bu Rusudur və Batı dünyası da tamamilə, özəlliklə bu 30 sənə içində erməniyə dəstək verdi. Və bu aşağıda olan, bu Fars, şavinist, bu şiəsi dövlət də, şiəsi İslamını istismar edən dövlət də erməniyə dəstək verdi. Hamısı erməniyə dəstək verdilər və 30 sənə içində çoxları da çıxdılar, ay ATƏT, ATƏM, Minsk qrupu, ay arabuluculuq eləyək filan. Amma sonra hamısı getdilər silahla da, gücləri ilə də, demək ki, hətta getdilər Hindistandan da yığdılar, silah gətirdilər ki, Azərbaycana qarşı. Türk birliyinin, Türk gücünün və özəlliklə Şuşa anlaşması var göz qabağında və nə qədər o günlər yadınızdadır ki,
Ruslar puskuda dayanmışlar. Yox, Türklər gələ bilməz, biz burada qoruyacağıq sülhü də, əmin-amanlığı da. Və bu son günlərdə bir əhvalat baş verib. O da nədir? Trump deyirdi, Trump'dır da, ağzına nə gəlir deyirdi ki, Putinə demişəm İranla bizim İsrail arasında mütləq görə ki, bu Putinə denən ki, geçsin Ukraynada hələ özünü müdafiə eləsin. Və o zamanda da biz qələbə çalandan sonra Azərbaycan ordusu, bizdə olan demək ki, Türkiyədən gələn generallarımız bizim onu. O qələbə çalandan sonra Putin gecə ilə qondu. Mən demək ki, o sülhü mən qoruyacağam. Kim? Rus sülh qoruyacaq. Bu bölgədə bunu heç kəs də bilməsə Türklər yaxşı bilir. Türk dünyası yaxşı bilir. Türk dünyasının ən qəddar düşmanı, ən böyük düşmanı Rusdur. Rus imperiyasıdır və bu ən azı 200 sənə içində özəlliklə faşist bolşeviklər gələndən sonra ən böyük demək ki, Türklərə qarşı və Türkiyə başda olmaqla Azərbaycana qarşı Qafqazlarda hər yanda öz cinayətlərini eləyibdir. Azərbaycanda da soyqırım yapıb, Türkmənistanda da, Bəhram-Təpədə də, ondan sonra başalca dayanacaq, bu tarixdir. Bunu kimsə də unuda bilməz. Ona görə bu gündə Türk millətinin böyük bölümünün demək ki, o bölümləri millət Rusun irtizası və baskısı altındadır. Amma bu günləri nədən olur ki, Paşinyan, demək olar ki, Paşinyan öz məğlubiyyətinin Azərbaycan erməninin yırtıcı kimi gəlirdilər, ay gəlirdi ki, demək ki, ermənilər gəlir, ermənilər gələcək, 100 sənə içində gəliblər, gələ-gələ də bizdən nə bilim 7-8 min kvadrat kilometr bunlara o vaxt torpaq vermiş, gələ-gələ bizdən Rusun köməyi ilə torpaq qopardıblar. Və gələ-gələ də ay Bakıya gəlir filan. Amma başına vırılandan sonra Rusun demək ki, bu adından qurtaranda ermənilər bir türlü oldu ki, bu günləri biz Qarabağı Azərbaycanlı olaraq, Türk olaraq bu işğaldan qurtararkən demək ki, inanın ki, erməni də biz qurtarırıq. Qurtarmışıq erməni də. Hətta bu Paşinyanın hakimiyyətində bu günləri ilə bir türlü dolayıcı yolla qarantoru bizik. Niyə? Köçəryan, Sərkisyan və o birisi dəstələrin qarşısında o demək ki, bu günləri bu erməniyə belə yol hamarlaşıb ki, bu günləri Paşinyan baş alıb gedir Türk dövlətinin, demək ki, Türk dünyasının başını çəkən Türkiyə və ifadələrdə də bulunur. Yəni, burada bu günləri bunun hakimiyyətinin, iqtidarının qalması asılıdır Türk dünyasından. Ay bunu nə Fransa qoruyacaq, ondan Macron qoruyacaq, Putin qoruyacaq, onlardan keçibdir. Sonuncu dəfə bilirsiniz ki, 2-3 həftə bundan öncə o Rusiyadan o xanım gəlmişdi, sonra Lavrov gəldi, sonra başqa dəstələr gəldi. Bunlarla bağlamır. Bu erməninin işi bitibdir o məsələdə. Yəni burada bunlar istəyirlər ki, Rusun demək ki, o əsarətindən qurtarsınlar. Ermənidə də ağlı işləyən adamlar var, bu çağı dünyanı düşünən var. Yəni bu günləri Paşinyan söyləyir ki, demək ki, Zəngəzur yolu açılacaq, o açılacaq, ona söz yoxdur. O Zəngəzur yolu ya bugün, ya sabah, ya o açılacaq, o gedəcək. Zamanla bağdaşan bir projedir və Türk dünyasının topraklarında Türkün istəyi ilə demək ki, yola düşən bir torpaqdır və Azərbaycan da bu missiyanı yerinə yetirəcək. Çünki burada hamı da bilir və indi burada ay Amerikanın hayrı vardı, nə bilim, Rusun özünün hayrı var, onlar başqa yer. Kommunikasiya məsələsi var və yaxud bu günləri bu faşist, cinayətkar, irticaçı, mühümmatçı, Türk düşmanı, Türkiyə düşmanı, Azərbaycan düşmanı, bu aşağıdakı bu rejim var, bu Tehran rejimi. Onun bir dənə demək bir elçi adda bir şeyi var, bu İrəvanda, bizim tarixi topraklarda. Keçən həftə sıxıb söyləyir ki, Zəngəzur qırmızı xətti. Sən heç xəttləri bilirsiniz, sizin rəngiz itib İran adlanan yerdə. Siz bilmirsiniz, ağ nərəddir, qara nərəddir, çıxıb sən deyirsən Zəngəzur bizim qırmızı xətti. Cənab Erdoğan getmişdi Tehrana, o zamanlar bu tribunada və Azərbaycan televizyonlarında mən çıxış elədim. Cənab Erdoğan oturub, qoskoca Türkiyə Cumhuriyyətinin dövləti nəzakət üçün aparıblar Xameneyini görüşsün. O protokolda yoxdur ya Xameneyi. Xameneyi başlayıb birbaşa Cənab Erdoğan'a deyir ki, o Zəngəzur xətti bizim qırmızı. Mən o zaman söylədim. Sən kimsən Türkiyə Cumhuriyyəti dövlətinin dövlət başçısı gəlib oturaq ona birbaşa deyəsən Zəngəzur xətti. O qayıdıb söyləyərdi, ay Seyid, sənə nə? Beto sənə nə? Sənin Zəngəzurda nə işin var? Ora Azərbaycan toprağıdır, Rus qopardı, verib bu erməniyə. Azərbaycan da gəlir oradan demək ki, sən kimsən? İndi görürsünüz ki, bir həftə bundan öncə də özləri qasıb Siçan deşiklə giriblər, Fara deşiklərinə giriblər, Fara deyirlər Türkiyədə. Tapılmırlar, amma durublar Zəngəzurdan danışırlar, ondan sonra filan ellərlər. Məsələ budur, Paşinyan 26-cı il yaxınlaşır, gələn il. Gələn seçkilər olacaq. Paşinyan da mənim fikrimcə bunun düşərgəsi. Ona görə ki, ay daşnaqlardır, ondan sonra filan qruplardır, yenidən Köçəryanı filan kəsləri yola salır Rusiya orada. Amma tutmur. Ermənistanın özündə Rusa qarşı orada böyük bir demək ki, at vardır, onlar Rusa qarşı.
Ona görə də Paşinyan da bunlara hakimiyyət verəsi deyil. Bu günlərdə bilərək Türkiyəyə gəlir və Türkiyədə hər zaman nə demək ki, qucağın açır, gəlirsən, dialoqla gəlirsən, təkliflərin var, gəlirsən. Amma başqa söhbət ola yox. Azərbaycan da burada oturubdur. Bizim ordumuz da gözləri açıq, silahlarımız da yerində, dövlət də hər tərəfli izləyir. Erməninin bu günləri təkcə bir çıxış yolu var ki, Türk dünyası ilə, özəlliklə Azərbaycanla, Türkiyə ilə sınırlar açılar, gəlsinlər, geçsinlər. Ancaq kimsənin təsməsini də boğazına salma. Nə Fransanın, nə Rusiyanın, nə başqalarının. Bəli. Çox sağ olun Əcəb bəy, fikirləriniz üçün. Müzakirəmizi İmbat bəylə davam etdirəcək. Yeni qoşulan çox sayılı tamaşaçılarımız da var. Hər biriniz 600-ə yaxın şəxs bizi canlı yayımda izləyir. Mütləq solda bəyənmə işarəsinin üzərinə toxunun. 600-ə yaxın şəxs var, amma bəyənmələrin sayı cəmi 90 göstərilir və bunun sayını daha da artıraq ki, ən son proseslərdən, gərgin gedişatla bağlı səsləndirdiyimiz fikirlərdən daha geniş auditoriya məlumatlı ola bilsin. Sağ tərəfdə isə kanalımıza abunə olun işarəsi var, onu da üzərinə toxunmağı unutmayın ki, daim baş verənləri belə deyək ki, Media Türk TV vasitəsilə izləyə bilərsiniz. İmbat bəy, İran-İsrail gərginliyə toxunacağıq. Təbii ki, orada da çox önəmli hadisələr baş verir. Gələcəkdə nə kimi olaylar ortaya çıxa bilər və buna necə hazır olmalıdır? Azərbaycan və Türkiyə bölgə adına nələrlə üz-üzə qala bilərik? Bunları müzakirə edəcək yeni şəkildə. Amma sizdən də çox yox, cəmi bir 5 dəqiqəlik qısa çıxış istəyəcəm. Bu Paşinyanın Türkiyə səfəri, nəticələr, müzakirə edilən mövzular, gözləntilər, nə baş verir ki, artıq Paşinyan da Turan birliyini, Türk dünyası ideyasını dəstəkləməyə başlayıb. Paşinyan'ın İstanbul'a gelmesi tabii tarihi bir an. Niye tarihi bir an? Paşinyan biliyorsunuz özellikle Karabağ Savaşı'nda en çok destekleyen ülke kimdi? İran'dı. Yani bugün İran ateş altında sürekli bombalanmakta. Paşinyan Rusya zaten şu an kendi başının çaresine bakıyor. Bir Ukrayna'da bir savaşı var. Dünyayla bir savaşı var. Neredeyse dünyanın tamam bir tarafı olmuş. Rusya tek başına kalmış. Paşinyan da aslında bir nebzede tabiri caizse bizim öz Türkçemizde ortada kalmış bir lider artık. Yani bir dönemin işte ayar vermeye çalışan, sürekli Türk coğrafyasına, Türk milletine aba altına sopa gösteren, tehditler savuran, konuşan, eleştiren Paşinyan bugün Türkiye'de ve sadece bugün Türkiye'de değil, birçok kez de özellikle ikili ilişkileri geliştirmek için bütün yol ve yöntemleri denemekte. Tabii Türk milleti olarak her zaman barıştan ve sultan yana olduk. Bugün de öyleyiz, yarın da öyleyiz. Biz eğer gerçekten bize saldırmadığı sürece millet olarak hiçbir zaman savaşı tasdik etmiş bir millet değil. Savaşçı bir asker bir devletiz, savaşçı bir devletiz. Ama bu ancak ve ancak gerçekten vatan toprağına gerçekten bir helal gelirse, bir olumsuzluk gelirse o zaman müdahale ederiz. Bugün Paşinyan'ın Türkiye'ye, Azerbaycan'a ve bu topraklara yanaşmasının en büyük sebebi gerçekten artık bu coğrafyada, Kafkasya coğrafyasında Paşinyan yalnız kaldı. Zaten Avrupa ne kadar formaliteden de maddi destekler vermiş olsa da özellikle Fransa akıl ocağını da yapsa ama bir Rusya korkusu, Rusya ile olan o ilişkiler, Rusya ile geçmişi Paşinyan'ı bir anda da Avrupa'dan da uzaklaştırıyor. Paşinyan'ın biraz önce bahsettiğimiz Zengezur koridoru sadece aslında bir Azerbaycan'ın, bir Türk coğrafyasının, bir Turan ilkesinin projesi değil aslında. Bu insanlık projesi aslında bakarsan. Yani Avrupa'yı Asya'yla birleştiren bir proje. Yani bu projenin önüne set çekmek emin olun gerçekten akıl tutulmasıdır. Yani başka bir şey değildir. Ve bunu da en çok engel yapanlardan bir tanesi de bugün hemen yanı başımızda 40 milyon soydaşımızın yaşamış olduğu coğrafyada, İran'da savaş işe baş gösterdi. Oysa o coğrafyadaki bütün milletleri yani Ermenistan'dan tutun da biraz önce bahsettiğimiz gibi İran'dan tutun Pakistan'dan, Hindistan'dan, Çin'ine kadar. Ve diğer tarafta Avrupa'nın bütün Avrupa Birliği ülkelerinin tamamına kadar aslında bir koridor ve bu koridor barış koridoru, bu koridor huzur koridoru, bu koridor ticaret koridoru aslında. Yani Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve Sayın Cumhurbaşkanı İlham Aliyev'in böyle bir liderlik yapması ve böyle bir koridoru hayata geçirmeleri için çaba sarf etmeleri emin olun sadece Azerbaycan ve Türkiye için değil, bütün insanlık için ve coğrafyamız için ve dileğimiz yok inşallah yakın tarihte de onun açılışını hep birlikte yapacağız. Paşinyan'ın Türkiye'ye yanaşması gerçekten Paşinyan yalnız kaldı. Türk milletinin yüzyıllarca Ermenistan halkını Osmanlı tebaası olarak görüp gerçekten her konuda yardım eden ve gerçekten el üstünde tutmuş olduğu bir milletken bu millet Birinci Dünya Savaşı'nda bizlere zulüm yaptı, katliam yaptı, soykırım yaptı. Son 30 yıl içerisinde de öz ve öz topraklarımızda bize bu zulmü ve bu katliam yaptı. Dileğimiz o ki sadece Paşinyan değil, diğer Ermenistan halkı da aklının başına devşirmesi
Çünkü biz ne yaparsak yapalım kapı komşuyuz. Tarihi bir geçmişimiz var. Evet, dinlerimiz farklı olsa da Ermenistan'da da bir tarihi geçmişimiz var, bir kültürümüz var. Yani zamanında birlikte aynı tabak yemek yemişiz. Yani beraber aynı ülkeleri paylaşmışız, aynı coğrafyayı paylaşmışız. Türk milleti her zaman misafirperverdir ve Türk milleti her zaman affedicidir. Ben dileğim o ki Paşinyan yönetimi ve Ermenistan'ın bu ilişkileri göz önünde bulundurarak gerçekten Türk milletine, Azerbaycan başta olmak üzere hem özür hem gerçekten onların o sıcak yuvalarını kabul etmeleri, o sıcak kucaklarını kabul etmeleri lazım ki biz de onları gerçekten affedelim ki o acıları tabii unutmak mümkün değil ama biz bu coğrafyada barış ve huzur içinde yaşamak istiyoruz ve dünyanın barışını işte nadir milletlerden biriyiz.